Əziz izləyicilərimiz, biz bu günlərim yenə də Samux rayonunda qabaqcıl, qocaman, təqaüddə olan gözəl bir anamızı sizlərə təqdim eləmək istəyirəm. Bizim anamız Çoban Abdallı kəndindəndir, Samux rayonunun və orada da biz çəkilişlərdə olmuşuq. Bu günlərim isə biz Hazalı kəndinə gəlmişik. Gözəl anamızı şagirdlərdən, tələbələrdən, insanlardan sorğular apardıq. Hər kəs gözəl sözlər bildirdi. Biz də gəldik müəllimənin qonağı olmağa. İnşallah sizlərə təqdim eləyirik. Adını soyadınız anamız? Salmanova Sevda Ağaş qızı. Çox gözəl. Sevda müəllim, neçə ildir təhsil sahəsində çalışırsınız, hansı fənn tədris eləmisiniz? İngilis dili. İngilis dili 1-2 ildə sinif müəllimi olmuşam. 4 il. Döndürürsün. Hə. İşlədiyiniz müddətdə yəqin ki, sıra müəllim olmusunuz, direktor, yəni direktor müavini olmamışsınız. Biraz zavod işlədim. Məmməd müəllimin yoldaşı Züət müəllimlə bacılıq idim. Çox gözəl. Mən vəzifə xoşlamırdım. O əl çəkmədi ki, gəl boşdu. Biraz Bəli. Şüzayət müəllimlə bir çəkmişim, amma müəllimlə çəkmişik. Onlar da öz adımdan sağ oldu, gözəl insanlardılar. bir yerdə olmuşuq. Yaxşı müəllimlər, bax biz yaşlı müəllimlər çox qəşəng kollektivimiz var idi. Çox Orada gözəl. Arif müəllim, orada yoldaşı Mahirə müəllim, bax indi biz çəkərsiniz bəlkə. Fərhad müəllim, yoldaşı Aybəniz müəllim. Bir Çox qəşəng kollektivimiz var. Biz siz öz adımızdan dərin təşəkkür bildiririk. Çağdaş Təhsil komandası olsun ki, müəllimlərlə biz fəxr edirik, qürur duyuruq. Və bugün 2025-ci il 21 dekabrdır. İndi hal-hazırda neçə yaşınızdan anamız? 75. 75. 46 il təhsil sahəsində çalışmışsınız da, elə mi? Və yetişdirdiyiniz şagirdlərdən sizin peşənizi davam etdirən varmı? Elə öz quzum. Elə mi? Bir tane de bir kız da buradadır, o da işləmir amma. Var, yox, işləyənlər var. Fəxriyə müəllim var, məktəbdə işləyir. Nərgiz müəllimə dərs demişəm, o qutarıb. Qalan yaxşı oxuyan uşaqlarımızın hamısı Moskvaya gedir. Rusiyaya Gözəl gəlsin. uşaqlarımız var idi, belə qabiliyyətli uşaqlarımız var idi. Çox gözəl. Hamısı Allah sizə uzun ömür versin. Bu kadrlara 10 il, 20 ildən sonra müəllimin nəvə nəticələri baxan hər zaman müəllimlə fəxr eləsinlər. Müəllim gözəl anadır, gözəl nənədir, gözəl müəllimdir. 3 övladı var. Övladlarınızın adları? evlatlarım Aslan, Sevinç, Saadət. Aslan bəyə də dərin təşəkkür edirik buradan. Öz adımızdan sağ ol deyirik. Bayaqdan bizə deyir ki, mənim oğlum bir dənədir. Mənim oğlumla fəxr eləyirəm. Mənim oğlumdan doğrudan yoxdur. Qız da demək ikisi bir ildə instituta giriblər. Nəzir demişəm ki, ay Allah, Aslan qəbul olsun. Sevinç yaxşı oxuyurdu. Aslan biraz zəif idi. Deyirdim, Sevincin təhsilini ona qurban deyirəm ki, Aslan girsin, Sevinç girər. Həmişə yenə də deyir. Çox gözəl. Allah sizə uzun ömür versin. Çağdaş Təhsil komandası var. Biz də müəllimə öz adımızdan dərin təşəkkür edirik. O gün olsun ki, inşallah müəllimin 80, 90, 100 yaş olsun, gələk gözəl çəkiliş eləyək. Çəkiliş götürmüşəm. Deyirəm ki, anam 80 yaşı, 81 yaşında rəhmətə gedib. Çobanadalda məşhur müəllim idi, belə özü də gözəl müəllim idi. Mən elə o mamam kimi elə ötkəm müəllim oldum. Mən belə bir xasiyyətli, bax bu kənddə hamı deyəri, bir adamın, bir uşağına bir şillə vurmamışam. Vuranlara da deyirdim ki, amandı vurma. Elə bilirdim aslanı vururlar. Deyirdim, nə olar, uşaqları vurmayım da. Allah Teala da uzun ömür, sağlıq arzu edirik sizə. Təşəkkür edirik. Mənim haqqımda pis demədik. Hamısı özünü öldürür, tanıyanlar, tanımayanlar, Moskvadan gələnlər. Çox sağ olun. Biz də sizə sağ ol deyirik. Dərin təşəkkür edirik. Anamızı qarşıdan gələn elə yeni münasibət, bayram münasibətə təbrik edirik. Dünya Azərbaycan Həmrəylik Günü münasibət təbrik edirik. Ən gözəl biz anamıza nə arzuluyoruz? Bir dənə canı sağ olsun. Biz də gözəl uzun ömür can sağlıq. Çəkilişi heç vaxt xoşlamamışam, amma sən elə bil mənim olsun adı. Təbrik edirik. Çox sağ ol deyirik minnətdarım. Allah